Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizin üçün Tunc dövrünə aid olan sualların izahı ilə tanış etmişdik. 2025-ci ilin test toplusu ilə davam edir sualları. Bu dəfə mövzumuz tayfa ittifaqları, manna və İskit padşahlığı deməli üzrə testlərin izahatı olacaq. Və videoya da suallara keçməzdən əvvəl kanalı bəyənməyi, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Suallarımıza keçid alaq. Deməli, burada birinci sualda qeyd edilir ki, Lulubi və Kuti tayfalarının tarixinə aid oxşarlıq. İki çayrası ərazilərin tamamilə fəth edərək öz dövlətlərinin içərisinə qatmaları bu Kutilərə aiddir. Deməli, A variantı olmaz. Azərbaycan şimal torpaqlarına dövlət qurumu yaratması. Hər ikisi cənubda idi. Paytaxt İmaşqun tərəfindən idarə edilməsi. Bu Lulubilərə aiddir. Anubani tərəfindən idarə edilməsi Lulubilərə aiddir. Müstəqillik uğrunda Aşura qarşı müstəqil mübarizə aparması. Doğru cavabımız Y variantında göstərilir. İkinci soruda Manna dövlətinin tarixinə aiddir. İskit dövləti ilə müttəfiq olmuşdur. Doğru cavabımız A variantıdır. Çünki Manna hökmdarı Aşeri İskit hökmdarlığı məsələn deyək ki, İşbaka ilə dostluq əlaqələri qurub, hətta Aşura qarşı çıxıblar. Sonra doğru cavabı A variantında göstərilib. Digər variantlarda göstərilənlər uyğun deyil. Məsələn, Əhəmənilər Mannadan sonraki dövlətdir. Alan tayfaların yürüyüşü də sonraki prosesdir, 72-74. Yaranması Azərbaycan xalqı formalaşma prosesi başa çatdı. Bu Atropatena Albaniya. Romaların yürüyüşünə Atropatena Albaniya məruz qalıb. Deməli, A variantı uyğun cavab olar. Üçüncü suala baxırıq. Manna dövlətinin tarixinə aiddir. Makedon İskəndərin hərbi yürüşünə məruz qalması. Makedon İskəndər ümumiyyətlə bu dövrdə Makedon İskəndərin hərbi yürüşləri dövründə Manna dövləti mövcud deyildi. Çünki 590-da artıq süqut eləmişdi. Makedon İskəndər yürüşü eradan əvvəl 336-dan başlayır. Romalıların hücumuna məruz qaldığı dövrlərdə də Manna dövləti 6-cı əsrdə süquta uğramışdı. Artıq 1-ci əsrdə mövcud deyildi. Əsası İranzu tərəfindən qoyulmamışdı. Bu yanlışdır. Dəqiq bilinmir. Midiyaya hərbi yardım göndərmişdir. Bəli, məsələn, Kaştaritin dövründə hərbi yardımlar göndərilib. Uyğun cavabımız D variantıdır. Əhəmənilər tərəfindən süquta uğradılmışdır. Xeyr, bu Midiya dövləti Əhəmənilər tərəfindən süquta uğradılıb. Doğru cavabımız D variantındadır. Növbəti 4-cü suala baxırıq. Həsənlidən tapılan tapıntılar göstərir. Mannada yalnız mixi yazıdan istifadə olunub. Xeyr, mixi yazıda olub, həmçinin hieroqlif yazı növü də olub. Albaniyada halinin otak həyata keçdiyini, bu da yanlışdır. Bu Həsənlidə Mannaya aiddir. Mannada tək tanrılığın yayıldığını, xeyr, Mannada çox tanrılıq mövcud olub. Albaniyada toxuculuğu inkişaf etməyin, Həsənli Albaniyaya aid deyil, Mannaya aiddir. Metal işləmə sənətini inkişaf etməyini, yəni Y variantı uyğundur. Ziviyədə tapılmış tapıntılar da eyni zamanda Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini göstərir. Bu da elə A variantında uyğun cavab verilib. Digər variantlarda ay tanrısına sitayiş Albaniyaya aiddir. Köçmə maldarlıq təsərrüfatına təşkil edir, yanlışdır. Mükəmməl müdafiə tikililərinin malik olduğunu, Mannada Ziviyədə tapıntılar ümumiyyətlə metal işləmənin olduğunu qeyd edir. Yalnız mixi yazıdan istifadə etmək yanlışdır. 6-cı sualda İranzunun Assuriya ilə ittifaqda meyl göstərmənin məqsədi Midiyan hücumlardan qorumaq, xeyr, öz torpaqlarının bütövlüyünü qorub saxlamaq, yəni uyğun cavabımız B variantıdır 6-cı sualda. 7-ci suala baxırıq. 7-ci sualda qeyd edirik ki, İranzunun dövründə Mannanın bəzi canişlər Urartu ilə ittifaqda meyl göstərmədə əsas məqsədi təbii ki, onlar üçün sərfəli idi. Onlar istəyirdilər ki, ayrı-ayrı dövləti idarə eləsinlər. Mərkəzi hakimiyyətə tabi olmaq istəmirdilər. Ona görə də burada məqsəd bundan Midiyanı süquta uğratmaq yanlış olar. Dövlətin bütövlüyünü qorub saxlamaq yanlış olar. Öz əraziləri müstəqil olmaq istəyirlər. Bəli, ayrı-ayrı bir dövlət formasında. Ona görə də onlar Urartuya meyl göstərmişlər. Ona görə də C variantı uyğundur. 8-ci sualda Azərbaycan ərazisində mövcud olmuş İskit padşahlığına aiddir. İskit padşahlığı eradan əvvəl 7-ci əsrdə mövcud olmuşdur. Midiya dövlətinə zərbə vuraraq süquta uğradılması. Xeyr, əslində Midiya İskiti süquta uğradıb. Hökmdarı Azəraya qarşı baş vermiş qiyama dəstək verilməsi. Bu da yanlışdır. Aşer ilə ittifaqa qurulması qeyd edilir ki, Aşer ilə ittifaqa girmişdir. C variantı uyğun cavab olar. 9-cu sualda Azərbaycanda İskit padşahlığı ilə Manna dövlətinin süqutunun oxşar səbəbləri. Hər ikisi 6-cı əsrdə Midiya tərəfindən süquta uğradılmışdır. Burada da sualın doğru cavabı D variantında aydın şəkildə göstərilib. Urartu tərəfindən işğal edilməsi, Assur qoşunu fasilət hücumları, Quldarlı qurşunun silsilənin yaranması, Roma qoşunlarının hücumuna məruz qalması heç biri görürsünüz ki, uyğun cavab deyil.
10-cu sual Azərbaycan İskit Padşahlığı və Manna dövlətinə aid olan ümumi cəhət. 9-cu əsrdə xeyr, bu Manna 9-cu əsrdə yaranıb. Qullar dövləti olması, bəli, hər ikisi qullar dövləti olub. Uyğun cavabımız B variantıdır. Midiya dövlətinin süquta uğratmaları xeyr, əslində Midiya onları süquta uğradıb. Akkada yürüş etmələri yanlışdır. Azərbaycanın şimalında deyil, cənubunda yaranmaları. Deməli, B uyğun cavabdır. 11-ci sualda Kimmer İskit Çak padşahlarının Mannaya hücumu nəticəsində Manna zəifləyərək Midiyadan asılı vəziyyətə düşdü. Xeyr, əslində Manna daha da gücləndi. Manna ilə Asurun hətta ittifaqı pozuldu. Uyğun cavabımız ona görə B variantıdır. 12-ci sualda İranzunun Manna tarixində oynadığı rol ölkənin bütövlüyünü qoruyub saxlamaqdır. Deməli, canişinli sistemini yaratmaq, ölkənin bütövlüyünü qoruyub saxlamaq. Burada da deməli Urartunun işğal etdiyi torpaqları geri qaytarmaq və mərkəzləşmiş dövlətin yaratması uyğun cavabımız D variantıdır. Digər variantlara baxsaq, 1-ci Rusiyanın şərəfini abidə qoydurmayıb, yanlışdır. Aşurbanipalın hücumundan xilas etmək, bu Aşurbanipal 7-ci əsrdədir. Mannanın, İranzunun dövrünə aid deyil. İranzunun hakimiyyətləri 740-719. Canişinli sistemini ləğv edib, əslində yaratmışdı. Asuriyanın siyasi ağlına qarşı Urartu ilə ittifaqı möhkəmləndi. Bu da uldusuna aiddir. Ona görə də D uyğun cavabdır 12-ci sualda. Növbəti 13-cü suala baxırıq. Midiya deməli Manna dövləti ilə oxşar cəhət. Onlar haqqında iki məlumatı Herodotun verməsi. Xeyr, Herodot deyək ki, Midiya haqqında məlumat verib, amma Manna haqqında deyil. Azərbaycan şimalında, xeyr, cənubunda yaranıb. Ümumiyyətlə, Midiya İranın mərkəzində yaranıb. Eyni əsrdə süqut etməsi, İskit padşahlığının hakimiyyəti altında. İskit padşahlığının hakimiyyəti altında Midiya düşüb. Eyni əsrdə süqut etməsi uyğundur. Çünki Midiya eradan əvvəl 550, Manna 590-cı ilə süquta uğrayıb. Ona görə də bu 6-cı əsrdə süqut etməsi, D variantında eyni əsrdə süquta uğraması eyni ilə aiddir. 14-cü sualda qeyd edilir ki, 8-ci əsrdə və 7-ci əsrdə Manna tarixi üzrə bağlı ortaq cəhət ölkənin Asuriyanın hücumuna məruz qalması. Bu uyğun olar, çünki həm 716-714-cü Asuriyan hücumuna məruz qalıb, həm də 6-cı əsrin ortaları Aşurbanipalın hücumuna məruz qalması. Uyğun cavabımız elə A variantıdır. 15-ci sualda qeyd edilir ki, Manna dövlətinin eradan əvvəl 8-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Ahşeri tərəfinə idarə Ahşeri 675-650-də hakimiyyəti olduğuna görə A uyğun deyil. Midiya dövlətinin tərkibinə qalxılması 596-cı əsr. İskit dövlətinin hücumuna məruz qalınması uyğun deyil. Ümumiyyətlə, Manna İskit dövlətinin hücumuna əsaslı qoyulması da 9-cu əsrə aiddir. Vilayətləri canişinlər tərəfindən idarə olunması. Bu İranzunun dövründən başlayaraq vilayətlər canişinlər tərəfindən idarə olunub. Manna dövlətinin erada 8-ci əsrin 2-ci yarısına aiddir. Roma heç bir aidliyi yoxdur Mannaya. Ahşeri tərəfindən idarə olunması 607-ci əsrə aiddir. Vilayətlərin mərkəzi hakimiyyətə tabe edilməsi olar. Çünki İranzunun dövründə mərkəzi hakimiyyətə tabe edilmişdi. Canişinli sistemi yaratmışdı. Ona görə C variantı uyğundur. 17-ci sualda Manna dövlətinin 740-719-cu tarixinə aiddir. Aşurbanipalın Mannaya qoşun yeritməsi İranzunun dövrüdür bu 740-719. Aşurbanipalla əlaqəsi yoxdur. Aşurbanipal 650-də hücum eləyib. Asuriya ilə müttəfiqlik münasibətlərinin qurulması. Bəli, İranzunun dövründə Asuriya ilə müttəfiqlik əlaqələri vardı, doğrudur. 18-ci sualda Manna dövlətinin 740-719 tarixinə aid Urartunun işğal etdiyi torpaqları geri qaytarması ilə A variantımızda göstərilib. Digər variantlar təbii ki, yanlışdır. 19-cu sualda Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Midiyalara qarşı mübarizə aparması. Bəli, Midiyaya qarşı mübarizə və 6-cı əsrin sonlarında yox əvvəlində Midiyalara qarşı vuruşması A uyğun olar. 6-cı əsrin sonlarında deyil, 550-də 6-cı əsrin ortalarında Makedon İskəndər hücumuna məruz qalmayıb. Bu yanlışdır. Digər variantlara baxsaq, ən qədim pulların Makedon İskəndərinin adının kəsilməsi bu Atropatenaya aiddir. Alanların yürüşünə də Atropatena və Albaniya məruz qalıb. 72-74 elə variantımız doğrudur. İranzunun hakimiyyət dövrünə aiddir. Canişinlərin mərkəzi hakimiyyətin asılıqdan son qoyulması. Hakimiyyətin asılıqdan son qoyulması deyil, əslində asıllıq olmalı, asılı halı vəziyyətdə salmışdı. Aşurbanipalın hücumu 650-dədir. Canişinli sistemi ləğv edilməsi əslində yaratmışdı. Urartunun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması. Uyğun cavabımız D variantıdır. İranzunun Urartunun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması. Bu da 2-ci Sarqondan Sirdakka müqaviləsi uldusunun dövrünədir. Asuriyanın Urartuya qarşı apardığı uğurlu müharibələrdən istifadə edərək B variantı uyğundur. 22-ci sualda qeyd edirik ki, Asuriyanın Manna yürüşünün ümumi nəticəsi
Manna öz müstəqilliyini qoruyub saxladı. Mannada mərkəzləşmiş dövlət parçalandı. Manna Urartu dövlətinə tabe oldu. Manna Urartu ilə ittifaqı gücləndi. Asuriya darmadağın edildi. Burada Manna öz müstəqilliyini qoruyub saxladı da A variantı. Daxili müstəqilliyini qoruyub saxladı. 23-cü sualda qeyd ki, 6-cı əsrin əvvəlləri Manna tarixinə aiddir. 590-cı ilə göstərərək dövlət müstəqilliyinə son qoyulması ilə A variantında göstərilib. 24-cü sualda 719-cu ilə İranzuya qarşı baş verən üsyanda 2-ci Sarqon Urartunun Mannaya qarşı hücuma keçməyə təhrik etdi. Bu yanlışdır. Urartunun Mannaya qarşı, İranzuya qarşı üsyan baş verir. 2-ci Sarqon əslində üsyançı şəhərləri, vilayətləri məğlub etdi. Yəni yenə bütövlüyü qoruyub saxladı. Manna dövlətinə aiddir. 9-cu əsrdə yaranıb Urmiya Asuriya dövlətinin süquta uğratması. B. Asuriyanın Midiya Babil süquta uğradı. B. Uyğundur. Manna dövlətinə aiddir. Canişinlik sistemi tətbiq olunub. Adına ilk dəfə olaraq Şumer dastanlarına rast gəlməsi. Xeyr, Asur mənbələrinə rast gəlməsi. B variantı uyğun cavabdır. Diqqətinizə görə təşəkkür edirik və hər birinizə minnətdarlığımızı bildiririk. Sağ olun.